bu kəndin bir tərəfi dənizdir. Bax, görürsünüz ki, bu dəniz, Xəzər dənizinin lap yaxınlığında yerdir. Bizim ərazimiz budur. Bir tərəfi çaydır. Ətək çayı dediyimiz ki, çay var. Bizim kəndin sol tərəfindən gəlir. Bax, o birbaş Dübrar dağlarından, Şamaxı, Şirvan tərəfdən enib bizim dənizə gəlir. Bax, bizim kəndin yaxınındadır. Bax, o çayın gətirdiyi dağ havası bax, bizim kəndə gəlir, bizim kəndin ərazisində ətrafa yayılır. Xüsusi olaraq qeyd eləmək istəyirəm ki, Balaca Həmiyə kəndinin çox böyük turizm potensialı var. Yəni ki, istirahət etmək üçün hər bir şərait var. Sadəcə gəlin istirahət edin. Hörmətli tamaşaçılar, bax, Əşrəf müəllim o qədər təvazökar insandır ki, bax, səhərdən bundan bu qədər danışırıq, Əşrəf müəllimlə bu qədər söhbət eləmişik. O insan bizə bir dəfə kəlmə işlədib deməyib ki, mən özüm həm də yazısıyam. Deməli, çox belə deyim də, mənim israrımdan sonra Əşrəf müəllim boynuna aldı ki, mən yazısıyam, şairəm və onun özünün kitabı var. Bax, bu kitabda Siyəzən haqqında kitab var. Bax, Əşrəf müəllim, gördünüz? Bir dənə o şeiri oxuyun, öz yazdığınız şeiri. Siyəzən, səndə göz açmışam bu cahana mən. Sənsən ömrüm, günüm, sənsən baharım. Sən bir günəşsən, mən isə zərrəm. Siyəzən, ey əziz, doğma diyarım. Yenə də lazımdır. Sağ ol Əşrəf müəllim. Bax, mən öz növbəmdə sizə öz dərin təşəkkürümü bildirirəm. Ağsaqqal, yaxşı ki siz gəlib bu ağaçlara baxırdınız. Baxmasaydınız, mən siz də tapan deyildim. Mənlə bir yerdə tamaşaçılarımız da sizlə tanış olan deyildi. Sağ olun, özünüzdən müğayət olun. Var olun. Hörmətli tamaşaçılar, Balaca Həmiyə kəndini gəzirəm. Kəndin sözün əsl mənasında təbiətinə, mənzərəsinə valih oldum. Burada nəsə ocaq isi gəlir. Qardaş, deyəsən, hörmətli tamaşaçılar, doğrudan gəzinti maraqlı olur. Gəldim, əsl momentinə düşdüm ki, burada kənd sakinləri deyəsən nəsə pişirir. Gəl görək, bir tanış olar. Salam Meliki. Necəsiz? Nə var, nə yox? Hoş geldiniz. Hoş gününüz olsun. Necə? Adın nədir? Ben İbrahim. İbrahim, sənə. Ale. İbrahim, buzla zədlə, maşallah. Burada nə? Balık tutuyorum. Balıq Abed eləmək pişirirsiniz. istəyirəm. Abed eləmək istəyirsiniz. Bəs salam. Yorulmayasınız. Deyəsən, amma konkret yorulmuşsunuz. İndi istirahət edəcəksiniz. Bu nə balıqdır? Bobla şamayka. Bax, siyəzəndə. Balığın pişirməyin özəl bir qaydaları var. Lənkəranı bir cürə pişirirlər. Məsələn, səliyəndə digər cürə. Burada balığı əsasən necə pişirirlər? Necə pişirirsiniz balığı? Burada əsas bizdə soğutmadır. Bir də ki, kababdır da. Kabab da belə köz üstü. Hörmətli tamaşaçılar, bax, kəndin ərazisini gəzirəm. 2 dənə cavan oğlan kəndlə gedir, amma bilməm hara gedirlər. Salam qardaş, necəsiz? Keç bir tərəf. Keç solma. Gəl bura. Yaxın durun. Özünüzü təqdim edin. Özünü təqdim elə. Əmrah. 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 Əmrah neçə yaşın var? 21. Əsərdə olmusan da yəqin. Bəli. Üst oxumusan? Xeyr. Nə edirsən? İşlər necə gedir? Şükür Allaha. Nə işləyirsən? Heç işləmirəm. Əcəb eləyirsən. Qulaq as, hansı futbola baxırsan? Ağsaqqal hello deyir bizə. Bax, xoşladığın iş nədir? Xoşladığım iş. Mən gəzmək. İdmana geysən? Bəli. Nə məşğulsan? Güləş. Bax, Əmrah güləşlə məşğuldur. Hansı güləşlə? Sərbəst. Sərbəst güləşlə. Nəysə bir, belə deyim də, rezultat var. Yox. Nə? Nəysə bir nailiyyət var. Xeyr elə. Bəs nə vaxt fikirləşsən nailiyyət haqqında? İrəlilərdə. İnşallah arzuva çatarsan, Əmrah. Bu nə balığıdır bəs? Karp balığı. Hörmətli tamaşaçılar, bunun bir gözəl qoxusu var. Bir gözəl isi var. İnanın, insanı lap uzaqdan cəlb edir. Bilirsiniz, sizdə bəzilərində sual yarana bilər ki, bu adam hardan getdi? Məhz yemək içmək üstünə çıxdı.
İş ondadır ki, bunun iyisi çox uzaqlardan gəlir. Uzaqlardan gözəl qoxusu var. Ona görə mənim iyi bilmə xüsusiyyətlərimi nəzərə alaraq bu problem deyil mənim buranı gəlib tapmağım. Sənin adın nədir? Əlbəy. Əli bəy? Əli bəy. Əli bəy. Sən nə ilə məşğulsan? Təzə yəmək çəkirəm. Hərbi xidmətdən təzə gəlib. Neçə vaxt, nə qədər vaxt olar? 14 gün. Bax belə baxıram, saça zada deyirəm, oxşuyur. Bura qıraqlar zadları götürmüsən, o zadlar uzanıb bura qədər belə papağın altından çıxmağa. Əli bəy, nə ilə işləmək fikrin var? Polis olalım. Əli bəy polis olmaq istəyir. Bu da gözəl. Yaxşı, uşaqlar, yolunuzdan qalmayın, özünüzdən də müğayət olun. Özü mən sizə deyim, bayaq mən danışanda qeyd edirdim qara tavaları. Məhz bu tavada balığın özəl dadı olur. Çox gözəl bir dadı olur, özəl dadı olur. Digər tavalarda bu dadı almaq olmur. Bir şey də nəzərə alın, hörmət tamaşaçılar. Xahiş edirəm, qadınlar inciməsin, küsməsin, amma kişilər bişirdiyi yeməyi qadınlar bacarmır. Düz deyirəm. Əsasən, əgər balıqçı bişirirsə, inanın, bunu hətta ən belə pis çıxması, xod gedən restoranın şef-power da bacarmaz. Hörmət tamaşaçılar, bax Siyəzən rayonunun Balaca Həmiyə kəndinin ərazisindəyik. Bax Siyəzənə gəlib hamı bilir ki, burada balıqçılar var və yolunuz Bakı-Quba istiqamətində olanda yollarda belə bir hərəkət elə, bu balıq var deməkdir. Əgər burada balıq varsa 100% balıqçı da var, balıqçı varsa tor da var, tor düzəltmək də var. O haqda sizləri məlumatlandırmaq da var. Ay, salam mələküm. Yorulmayaq. Çox sağ ol. Özünüzü təqdim eləyin. Sayıb Siyavuş. Siyavuş mən, Siyavuş, belə dur qardaşım. Danış görək, bax, neçə il bu balıqçılığına məşğulsan? 9 il var. 9 ildir balıqçısın. Bəli. Bax, bu balıq haqqında, bax, maraqlı məlumatlardan, bax, nə maraqlı məlumatınız var? Toru necə atırsınız? Tor hansı formada? Onun işləmə funksiyası necədir? Bax, işləmə prinsipi necədir? Balıq tora necə girir? Nətər olur? Balıq necə gəlir, yapışır, qalır? Bəlkə balıq tora keçdi, qulağı keçir, qalır orada. Bax, bu haqda danışın mən. Tor düşür tora, eşir də dolaşır tora. Belə də qalır. Eşir qalır orada, yoxsa balıq yatır? Yox, eşir dolaşır qalır. Hə, dolaşır, qalır orada. Sonra onu sizin üçün açmaq çətin deyil. Yox. Vərdiş eləmiş də öyrənmiş. Xüsusən sizin üçün qeyd edin. Balığın fosforunun ən çox olan hissəsi bu quyruqlarındadır. Məhz orada fosfor çoxdur və göz üçün fosfor çox faydalıdır. Yəni ki, kimin görmə qabiliyyəti zəifliyibsə, görmədə problemləri varsa, məhz balıq yeməklə bu görmə qabiliyyətini bərpa eləmək mümkündür. Onu mən demirəm, onu həkimlər deyir. Özünüzü təqdim eləyin. Adil. Adım mən, belə düzdür, bax belə. O günləri bir kəndə getmişdim. Kənddə bir 2-3 yaşında uşaq vardı. Soruşdum ki, böyüyəndə nə olmaq istəyirsən? Dedi, balıqçı. Aha. Bax, siz balıqçısınız. Bax, bu balıqçılıq sənətinin o özəlliklərindən nə deyə bilərsiniz? Necə, özəlliyi necə, nə Bax, bunun ən üstün cəhəti nədir? Bax, təmiz havada hər gün gedib gəlmə, əsəb sakit. Bax, bu barədə. Səhər tezdən gedirik balıq ovuna. Müəyyən vaxtlarda, həmişə yox. Müəyyən vaxtlarda, icazə verilən vaxtlarda. Elə-belə vaxtda gedmirik. Əsas tutduğumuz yiyənək balıqlarıdır. İcazə olanda. Sonra kütün balığıdır, kifalı. Bizim istifadə elədiyimiz balıqlar bunlardır. Adil, təşəkkür edirəm qardaş. Belə bax, maraqlı məlumatlar verdiniz. Maraqlı söhbətə görə təşəkkür edirəm. Özünüzdən müğayət olun. Burada bax pişib bir daha isti-isti. Bir bax gör ləzzəti gör. Həmən şey. Görüm hələ yemişəm mən bu balıqdan. Səncə yemişəm bu balıqdan? Gör bunu. Baxmayın bu əlləri. Bəh. Çox istəyərdim. Dostum, qardaşım, həmkarım Elman yanımda olsun. Elman bunun dadına baxsın. Çox heyif, çox təəssüflər. Bilmirəm hardadım. Telefonda düzən çatmır. Gözən gələnə adamlar kim deyirəm də indi. Söz deyirəm də. Hörmətli tamaşaçılar, biz hal-hazırda, bax, mən özüm hal-hazırda Balaca Dəmiyə kəndinin ərazisində gəzirəm.
Sözün balaca olmasına baxmayaraq, kənd elə də balaca deyil ha. Kənd əməlli başlı böyük kənddir. Səhərdən bu kəndin o başdan başına o qədər getmişəm ki, belə deyim, ayaqlarımda taqət qalmayıb. Görüm yer axtarım, tapım oturum. Rəşaddan da xəbərim yoxdur. Rəşad da yəqin ki, kəndin hansısa bir digər nöqtəsindədir. Birazdan Rəşadla görüşməliyəm. Gedim Rəşadı axtarmağa. Oo, Elma. Ay. Oy. Rəşad, Necəsən? necəsən? Yaxşı, sən necəsən? Bir saat necə keçdi? Allah, Allah. Görürəm. Həmişəki kimi. Rəşad, mən sənə bir dənə söz deyim. Verin. Bax, bu balaca Əmiyə kəndi elə coğrafi mövqedə yerləşir ki, burada asma bronxit xəstəliyinin birbaşa buranın havası asma bronxit xəstəliyinin dərmanıdır. Mən sənə bir şey deyim də. Dağla dənizin arasında. Havanın daim sirkulyasiyası var burada. Yəni mən bilirsən sən onu? Bu da öyrənib. Bəlkə mən yaxınlaşdığım insanlara sən də yaxınlaşmısan. Yox qardaş. Yox. Sadəcə mən onu hiss eləmişəm. Oxuyub. Oxuyandı da bu bilir. Bəli, bilirəm də. Hörmətli tamaşaçılar, mən elə gəlir ki, bugünkü buraxılışımız sizə maraqlı gəldi. Çünki bizə də oradan çox maraqlı gəldi. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, buranın gözəl təbiəti, mənzərəsi, hər şey bir yana. Buranın doğrudan da çox gözəl insanları var. Hər birisinə çox sağ ol demək istəyirəm. Biz isə getdik Bəs növbəti mən də kəndimizə. oldu. Sağ ol. Yox, sağ ol. Bir yerdə işlədim. Yox,